Bismillahirrahmanirrahim. Deməli, səbirdən danışmaq istəyirdik. Səbir başı ucalıq müəmmasıdır. İnsanı ucaldır. Səbir ki var səndə, daha işin gerisindən qorxma. Bu səbrin Allaha xatir olarsa əgər, düşmənini ayaqlarına kimi gətirəcək. Sənin üçün də bəlalar adi hal alar. Səbirli şəxsin bir sıra düşüncələri var. İbadətdə və ibadətin doğruluğunda Allaha xatir səbr eləsin. Günahlardan təhriz etməkdə Allaha xatir səbr eləsin və bəlalar müqabilində Allaha xatir səbri onun. İbadətdə səbr edən namazı vaxtında qılar, dəstəmazı diqqətlə alar, orucu doğru, düzgün vaxtında, dürüst şəkildə yerinə yetirər. Əgər cihad varsa tələsər, başı kəsilsə belə. Amma cihadın vaxtı deyilsə, səbr edib təqiyyə eləyər və bu təqiyyəsində də bir növ cihad etmiş olar. Günahlardan təhriz etməkdə səbirli olmaq, cihadın nəfslə olan hissəsidir ki, cihadın ən böyük növüdür, cihad-ı əkbər deyirlər. Burada insan özünü gərək ki, günahlardan qorusun. Bəlalar müqabilində səbr etmək budur ki, biləsən ki, sən insansan və yana da bilərsən, od tutub yanarsan, doğrana da bilərsən, ildırım da vura bilər, suda boğula da bilərsən və hər bəla az ya çox səni tapa bilər və səni alan bəlalara səbr edəsən. İmam Əli əleyhissalam buyurur ki, təqvalı şəxsləri vəsf eləyərkən bir neçə gün səbr etdilər və uzun müddətli rahatlığa yetişdilər. Nəhcül Bəlağənin 193-cü xütbəsindədir. Həmçinin İmam Əli əleyhissalam buyurur, axirət neymətlərinə yalnız dünyanın çətinlikləri və imtihanlarının qarşısında səbr edən şəxs sahib olar. Qurarül Hikəm səhifə 284-dədir. Həmçinin İmam Əli əleyhissalam buyurur ki, kim Allaha xatir səbr edərsə, məqsədinə çatar. Biharul Ənvar cild 71, səhifə 95, hədis 60. Həmçinin Ənsardan bir neçə nəfərlə Peyğəmbər sallallahu aleyhi və aleyhi rastlaşdı və onlardan soruşdu ki, deyin görüm siz möminsinizmi? Hamı sakit dayandı, aralarından bir nəfər belə cavab verdi ki, bəli, ya Rəsulallah, biz möminik. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, mömin olmağınızın əlaməti nədir? Həmin adam cavab verir ki, neymətə görə şükür, bəlaya isə səbr edir və Allah Teala'nın iradəsinə, qəza qədərinə razı oluruq. Peyğəmbər bunu eşitdikdə buyurur ki, and olsun Kəbənin Allahına, həqiqətən möminsiniz. Bir hədis var idi, yəni keçmişdən qalmışdı yadımda, indi istəyirəm onu deyəm. Deməli, İmam Baqir əleyhissalam Cabirin qocaldığını görür. Xəstəliklərin, yəni onun başına gəldiklərini, xəstəliklər ona üz verdiyini görür və ondan soruşur ki, əhvalın necədir? Cabir ona cavab verir ki, yoxsulluğu zənginlikdən, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan çox istəyirəm. İmam Baqir əleyhissalam buyurur ki, biz əhl-i beytdə belə deyil. Allahın bizim üçün yazdığını daha çox istəyirik. İstəyir yoxsulluq olsun bu, istər
zənginlik olsun, istəyir xəstəlik olsun, istəyir sağlamlıq, istər ölüm olsun və ya həyat olsun. Cabir bunu eşidir, qalxır ayağa, imamın iki gözünün arasından öpür və deyir, Peyğəmbər mənə, Cabir, sən adı mənim adımdan olan bir övladımla görüşəcəksən, o elmlərin həqiqətini açıb üzə çıxaracaq deyə buyurarkən düz demişdi. Davud Peyğəmbər də Allahla münacat etdi, buyurdu ki, ilahi, sənin razılığını qazanmaq üçün bəlalara səbr eləyənin mükafatı nədir? Allah təbarək və təala cavab verdi ki, ona əmin-amanlıq libası geyindirər və bu libası heç vaxt onun əynindən çıxartmaram. Peyğəmbərdən iman nədir deyə soruşuldu. Peyğəmbər buyurdu ki, səbirdir. Belə bir dastan oxumuşdum ki, Xəraqan vilayəti var, orada Şeyx Əbülhəsən Xəraqani adlı bir arif varmış. Deməli, şöhrəti yaxın və uzaq yerlərə çatır bunun. Bir gün həqiqət axtarışında olan bir şəxs nəsihət almaq üçün şeyxə doğru gəlir. Şeyxin görüşünə gəlir, çıxır. Şeyxin arvadı qapıya çıxır, yolçunun istəyin soruşur. Ziyarət məqsədini açıqlayır həmin adam, amma qadının təhqirlərinə məruz qalır. Qadın öz əri haqqında ağzına gələni danışır, amma yolçunun əl çəkmədiyini görür, yəni gələn şəxsin. Şeyxin, yəni arvad şeyxin deyir ki, gedib səhraya çırpı yığmağa məşğuldur. İndi həmin adam gedir deyilən yolu, deyilən istiqamətdə müstəqim gedir. Bir müddət sonra şeyxin çırpı ilə qayıtdığını görür. Şeyx Xəraqani ilə görüş bir həyəcanla dolu olur. Yolçunu vahimyə salır. Şeyxə yaxınlaşdıqca onu dəhşət bürüyür. Az qala gözləri, yəni çıxsın öz məhzərindən, öz yerindən, öz sədəqəsindən. Şeyxin topladığı çırpını belində gətirən vəhşi şir yolçuya bir röya kimi görünür. Şeyx yerində donub qalmış şəxsə baxır, həmin yolçuya. Yolçu dodaqları ətən halda ona deyir, ay şeyx, bu gördüklərim məni heyrətə gətirir, amma bir şeyə daha çox təəccüblənirəm. Belə bir kəramət sahibi rəzil bir qadınla necə yaşayır? Şeyx Xəraqani gözlərin yerə dikir və bu halda buyurur, Allahın mənə əta etdiyi kəramətin səbəbi bu qadın qarşısında göstərdiyim səbirdir. Allah təbarək və təala buyurur Əsr surəsi 3-cü ayədə İlləl-ləzīnə əmənu və əmilu's-salihəti bil-həqqi və təvasav İlləl-ləzīnə əmənu və əmilu's-salihəti bil-həqqi. Yəni belədir ayə. Bismillahirrahmanirrahim. İllellezine amenu ve amilu's-salihat ve tevasav bil-haqq ve tevasav bis-sabr. Bundan, yəni Əsr surəsindədir ayə. Allah əsrə and içəndən sonra buyurur ki, həqiqətən insan xüsrandadır, ziyana uğrayıbdır, amma istisna qoyur ki, yalnız iman gətirən və salih əməllər eləyən, bir-birinə haqq və səbri tövsiyə eləyənlərdən başqa. İndi səbr lazımdır. Səbr haqqında Quranda başqa ayələr də var.
bir şey bilmədiyimizə görə bu qədərlə kifayətlənirik. Yəni hər kəs də eşitdi, gördünüz, yəni xırda bir danışığımız oldu, danışdıq. Yəni hər kəs yəni hədislərdən nümunə götürsün, bizim şəxsi fikirlərimizdən deyil. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.